Xoş gördük, əziz dinləyicilər. Amerikanın tək-tək ovlama, İsrailin tək-tək ovlama əməliyyatı davam edir. Bütün bu əməliyyatların davam etdiyi bir vaxtda məhz Ərəbistan, bu barədə mən sizə məlumat vermişdim, Səudiyyə Ərəbistanı, digər ərəb dövlətləri, körfəz dövlətləri Ukraynadan kömək istəyiblər. O Ukraynadan ki, bir vaxtlar kimsə bəyənmirdi və yaxud da ki, Amerika deyirdi onun kartı yoxdur. Amma bu günləri Zelenski məhz Səudiyyə Ərəbistanına səfər etdi. Səudiyyə Ərəbistanına yüksək səviyyədə Zelenski qarşılandı. Qarşılanmaqla bərabər 200 mütəxəssislə Səudiyyə Ərəbistanına səfər edib. Səudiyyə Ərəbistanı məhz Amerikanı öz müdafiəsinə yox, Amerikanın onun təhlükəsizliyini qorumasını yox, məhz Ukraynanın onun təhlükəsizliyini qorumasını ona həvalə edir və ona milyardlarla dollar pul ayırır və bununla bərabər həm də Qətər dövləti də məhz Ukraynaya müraciət edib, Zelenskiyə müraciət edib, İran dronlarından qorunmaq üçün yalnız Ukraynanın təhlükəsizlik sistemlərini, Ukraynanın hava məkanını qorumasını istəyib. Bununla bərabər Rusiyada isə vəziyyət olduğu kimi yenə də geriyə doğru getməkdədir. Məhz bu günlərdə Rusiya prezidenti Vladimir Putin azalan, artan müharibə xərcləri ilə bərabər azalan, tükənən büdcəsinə rəğmən bu günlərdə məhz Vladimir Putin sahibkarlarla görüşüb, donorlarla görüşüb, bütün sahibkarlardan ona dəstək verməyi, onun büdcəsini doldurmağı xahiş edib və çalışır ki, başqa ərazilərdən, donorlardan və digər insanlardan bunu qarşılasın. Bilirsiniz ki, artıq ona kömək eləyənlər də yoxdur, ona pul verənlər də yoxdur. Heç kəs öz pulunun, parasının batmasını istəmir. Ona görə də o məcburdur ki, öz daxildə sahibkarlara və donorlara müraciət etsin. Bu nə qədər davam edəcək, biz əlbəttə ki, bunu görəcəyik. Bununla bərabər həm də Rusiya üçün müəyyən bir şans yaranmışdı ki, neftin qalxması sayəsində. Amma bugün məhz Reuters səhv etmirəmsə, Reutersin verdiyi məlumata görə artıq Ukraynanın Rusiyanın neft bölgələrini, neft ərazilərini, neft terminallarını o qədər vurub ki, artıq Rusiyanın öz neft ərazilərindəki istehsalı 40%-dən də çox aşağıya düşüb. Yəni, bütün situasiya bu formatda davam edir. Bu günləri özünü qoruya bilməyən sayılan və yaxud da Ukrayna məğlub olub deyənlər bu günləri biz Ukraynanın qlobal bir gücə çevrildiyini, regional gücdən çıxıb qlobal bir gücə çevrildiyini, ərəb dövlətlərinin və digər dövlətlərin, Avropanın da ona bir favorit kimi baxması, öz təhlükəsizliyinin qorunması üçün ən layiqli namizəd kimi görməsinin şahidi oluruq. Bu da İranpərəst, Ruspərəst trollara bir şillə olsun. Təşəkkür ederim.